Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hər birinizi salamlayıram və nahardan əvvəl proqramı efirdədir və əgər biz efirdəysə, biz başladıqsa, bu deməkdir ki, sizə çox maraqlı bir veriliş təqdim eləyəcəyik. Yetər ki, hər zaman olduğu kimi bugün də bizi izləyəsiniz və bizim sizə təqdim elədiyimiz maraqlı menyulardan yararlanasınız və təbii ki, müğənnilərimizin gözəl ifasından zövq alasınız. Və hörmətli tamaşaçılar, saatlarımız artıq 12 tamamı göstərir. Bir saatdan sonra hər kəs nahar eləyəcək və mən əminəm ki, hər zaman olduğu kimi bugün də yenə mətbəxdən bizi izləyən gözəl əl qabiliyyətli xanımlarımız var. Odur ki, yenə də diqqətiniz bizdə olsun. Çünki bir daha söyləmək istəyirəm ki, bugün bizim çox maraqlı qonağımız var və sizə maraqlı menyular təqdim eləyəcəyik. İstəyirəm ki, qonağımı sizlərə təqdim eləyim. Adətən söyləyirəm ki, bu insanın təqdimata ehtiyacı yoxdur. Çünki hər kəs Mehman Ustanı yaxşı tanıyır. Amma bir daha mən yenə də təqdim eləyim. Beləliklə, Mehman Usta Park Meridiandan gəlib, çox xoş gəlib, səfalar gətirib. Necəsiz usta? Yaxşıyam, çox sağ olun. Sizi də salamlayıram. Azərbaycan xalqını da salamlayıram. Hər birinizə xoş günlər arzu eləyirəm. Çöldə yaxşı hava var. Bəli, artıq dünən yağış yağdı, necə deyərlər, göy özünü boşaltdı, əməlli başdı və bugündən artıq günəş çıxıb, gözəl abu-hava var və dünən də bizim efirimizin qonağı Ceyhun idi. Deyirdi ki, yağışdan sonra gün çıxanda adam özünü də oradan da çox gözəl hiss eləyir. Odur ki, ötən gün pissimiz hisslərə qapılan insanlar artıq durun, çıxın bayra, doğrudan da insan zövq alır. Heç istəmirsən ki, içəri girəsən, istəyirsən ki, elə açıq havada gəzəsən yaxşı-yaxşı. Açıq havada yemək pişirəsən. Açıq havada yemək pişirəsən. İnşallah bir gün onu da eləyərik, nə bilmək olar ki. Yetər ki, insan istəsin hər şeyi, hə usta? Mən artıq süfrə eləmişəm. Mən görürəm şəkilləri maşallah Facebook sosial şəbəkəsində paylaşır bizim Mehman ustamız. Orada görürəm ki, hə, açıq havada qəşəng-qəşəng orada qutab pişiririk. Özdə indi göyərtinin mövsümüdür. Bəli. Göyərtinin ümumiyyətlə tamı yaxşı olur belə ərəfələrdə, yaz fəslində, qışa, yaya, payıza baxanda, yəni bahar fəslində göyərtilər çox yeməli olur, vitaminlə zəngin olur. Odur ki, çalışın, yaşıl nə varsa ondan qidalanın. Və çalışaq gedək Mehman Ustanın yanına, yaxşı-yaxşı göy qutabı yeyək. Əsas məsələ odur, göy qutabı yeyək. Və hörmətli tamaşaçılar, mən istəyirəm ki, Mehman Ustadan soruşaq görək. Çünki elə baxdım ki, mən salamlaşan kimi başlayıb artıq Mehman Usta, belə deyək də, göyərtiləri doğramağa nə hazırlayacaqsınız usta? Deməli, bugün balıqla buğlama hazırlayacağıq. Göyərtili buğlama olacaq. Bunun üçün biz qızıl balığı götürürük, duz istiot vururuq, yüngülcə qızardırıq. Çox lap belə də qızartmaq lazım deyil. Yüngül varı yalandan belə qızardırıq. Yığacaq bir qazanın içərisinə, üzərinə deməli şomu, keşniş, şüyüd, dağ keşnişi, nanə, cəfəri, turşəng, şüyüd. Hamısını yaxşı-yaxşı doğrayacaq. Əlavə eləyəcəyik balığın üzərinə, zilinci əlavə eləyəcəyik və 2 yerə bölünmüş pomidorlardan əlavə eləyib, deməli, göyərtini də yüngülcə, pomidoru da yenə duz istiot səpib, vamodda yavaş-yavaş pişirəcəyik. Çox dadlı bir yeməkdir, mütləq hazırlayın. Və ikinci bizim salatımız olacaq, toyuq salatı, deməli, köklə, qaysı qurusu, qoz lazım olacaq bizə və mayonez. Deməli, kökü sütgərdən keçirdirik, toyuğun filesini qaynadırıq, nazik uzunsov formada didmək də olar, doğramaq da olar. Qaysını nazik uzunsov formada doğrayırıq və qozu deməli üyüdürük. Bunların hamısını qarışdırıb, duz istiot vurulur və mayonezlə qarışdırılıb süfrəyə verəcək. Yenə də xatırladım, mayonez vurmamışdan əvvəl mütləq ərzaqlara duz istiot vurun, yaxşıca qarışdırın, sonra mayonezini vurun. Bu da ustadan sizə demək olar ki, tövsiyə. Və hörmətli tamaşaçılar, mən istəyirəm ki, müğənni qonağımızı dəvət edeyim bura. Ondan sonra isə mövzumuza xatırladacağım və təbii ki, sizin zənglərinizi gözləyəcəm. Beləliklə, gözəl ifası ilə əməkdaşımız, həm də ki, gözəl müğənni, gözəl xanım gəlir bura. Vüsalə Rəcəvanı dəvət edilən musiqisi ilə gəlsin, ondan sonra başlayaq söhbətimizə.
Həyatım eşqinə sürgün. Gözlərim tək bir sənə tutqun. Ürəyim elə sənə vurğun. Bu ömür yar gəl sənin olsun. Həyatım eşqinə sürgün. Hara getsən sənə gələrəm. Təki səslə yenə gələrəm. Bir kəlamam can borcum, verəli mənə gələrəm. Tut əbədi əllərimdən, al qoxumu tellərimdən. Eşqimizə saygı duyarım, şərik olsam günlərimdən. Tut əbədi əllərimdən, al qoxumu tellərimdən. Eşqimizə saygı duyarım, şərik olsam günlərimdən. Gözlərim tək bir sənə tutqun, ürəyim elə sənə vurğun. Bu ömür yar gəl sənin olsun, həyatım eşqinə sürgün. Gözlərim tək bir sənə tutqun, ürəyim elə sənə vurğun. Bu ömür yar gəl sənin olsun, həyatım eşqinə sürgün. Təşəkkür. Xoş gəlmisən. Sizin Həmişə hər sən gələ birinizi, sən necə mehmanı deyərlər. salamlayıram, xoş gördük sizi və dəyərli tamaşaçılarımızı salamlayıram. Lider televiziyasını izləyən hər kəsi salamlayıram və daimi tamaşaçılarınızı da salamlayıram. Mənim də sevənlərim izləyir sizi, onların hər birini salamlayıram. Aha, çox gözəl. Nə uzun uzadı salamlar. Bugün onu elə söyləmək istəyirəm ki, bugün mənim üçün rahat gün olacaq. Nəyə görə? Çünki Az Salə burada danışacaqsan. olanda, Xatun burada olanda maşallah elə bilirsiniz ki, efirin aparıcılar bunlar da və mən də istirahət edirəm, həmin gün fürsətdən istifadə edirəm. Və hörmətli Elə tamaşaçılar. boğazın zadın ağrıyanda problem yoxdur. Mütləq çağıracağım. Və hörmətli tamaşaçılar, bu arada mən istəyirəm ki, mövzumuzu sizlərə xatırladım. Bugün biz nədən danışacağıq? Bir çox insanlar var ki, onlara güvənmək olmaz. Elə bu sualı sizə vermək istəyirəm ki, bax o dediyimiz bir çox insanlar, hansı insanlardır? Hansı insanlara güvənmək olmaz? Hansı insanlara Behman usta o kömçəni etibar eləyə bilməzsən? Ümumiyyətlə, bütün işlə o kömçəni etibar eləyə bilməzsən. Ümumiyyətlə, bütün işlərdə var da bu güvənmək mümkündür, mümkün deyil. Ona görə də sahəsindən asılı olmayaraq bilirəm ki, hər kəs bəzən elə insanlar var ki, deyək ki, öz bacısına, öz evini etibar eləmir. Çünki ona güvənmir. Ona görə də hörmətli tamaşaçılar, sizin fikirləriniz bizim üçün maraqlıdır. Hansı insana güvənmək olmaz. 510-38-06 sayılı telefonumuza zəng vurursunuz və bu andan etibarən bizim telefon nömrəmiz sizin xidmətinizdədir və mən istəyirəm ki, bir daha bugünkü menyunu xatırlatsın bizim Mehman usta, zəhmət olmasa. Ondan sonra isə... Deməli, bugün boğlamalı balıq hazırlayacaq. Götürürük hər hansı bir balığı, kim hansı balığı xoşduyursa, istəyirsə, tıxlı, tıxsız da ola bilər. Onun yüngülvarı duz istiot vurulur, qızardılır və bir qazana yığılır. Üzərinə deməli keşniş, şüyüd, şomu, turşənk, dağ keşnişi, nanə, cəfəri hamısı doğranılır. Çox xırda da olmaz, belə iri. Bolluca göyərti doğranılır, əlavə olunur balığın üzərinə. Su əlavə etməyə ehtiyac yoxdur. Kim kərə yağını xoşduysa, bir tikə kərə yağı ata bilər içinə və üzərinə zirinc əlavə olunur. 2 yerə bölünmüş pomidor əlavə olunur. Göyərtilər, pomidorlar da yenə yüngülcə duzlanır, istiot vurulur. Ağzı qapalı 15 dəqiqə ərzində deməli bu yemək bişir.
Və ikinci yeməyimiz salat olacaq. Bunun üçün bizə toyuğun filesi uzun sov formada doğranılmış, qaysı qurusu uzun sov formada doğranılmış, sütlərdən keçirilmiş kök, üyüdülmüş qoz və xırda-xırda doğranılmış şüyüd əlavə olunur, duz istiot vurulur. Ondan sonra mayonez əlavə olunur, qarışdırılıb süfrəyə verilir. Süfrəyə verilir, bu da olur. Çox asandır hər iki yemək. Aha, elə ümumiyyətlə mən fikir verirəm ki, Mehman usta gələndə həmişə bizə belə deyək ki, yüngül reseptlərdən gəlir, hansı ki, çətin tapılan ərzaqları olmasın ki, bizim tamaşaçılarımız rahat şəkildə öz evlərində hazırlaya bilsinlər. Və mən bu arada təbii ki, verilişimizin sponsoru olan Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi haqqında məlumat vermək istəyirəm, hörmətli tamaşaçılar sizə. Siz qastritdən, mədə və 12 barmaq, bağırsaq xorası, babasildən və bağırsaq çatından əziyyət çəkirsinizsə, Dr. Davud Tibb Mərkəzinə mütləq üz tutun. Burada siz təminatlı müalicə və təyinatlı dəqiq müayinə oluna bilərsiniz. Yalnız bu klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv, zondsuz yolla müayinəsi aparılır. Mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapı gezi qalmadan belə müalicəsi də Dr. Davud Tibb Mərkəzində həyata keçirilir. Nəzərinizə çatdırım ki, hörmətli tamaşaçılar, müasir avadanlıqlarla sinir, dəri zöhrəvi, terapevtik, ginekoloji, uroloji, burun-boğaz xəstəliklərinin müalicəsi və müayinəsi də aparılır. Hər cür laborator xidmətlər də bu klinikada göstərilir. Əlaqə nömrələrini görürsünüz, ünvanı görürsünüz. Hörmətli tamaşaçılar, mütləq sizi narahat edən hər hansısa bir xəstəliyiniz varsa, Dr. Davud klinikasına müraciət eləyin. Və bizim artıq yeməyimizi Mehman usta, birinci düzdüz deməli balıqları, hə usta? Biraz göyərti səpdim qazanın dibinə, balıqları düzdüm, yenidən göyərti. Biraz göyərti ölsün 2-3 dəqiqə, mən sonra zirinc və pomidoru əlavə edib ona görə biz su əlavə eləmədik ki, göyərti bişəndə öz suyunu buraxır, ona görə su əlavə olunmadı. Bəli. Göyərti öz suyunu buraxacaq. İndi pomidor da gəlib ona kömək eləyəcək. Kömək eləyəcək, bəli. Daha belə qəşəng, belə deyək ki, buğulanacaq orada özü üçün yeməklər. Və Müsaləm. Hocam. Bilək görək, canım bəla görməsin, qada görməsin, necə deyirlər. Bilək görək, ümumiyyətlə, sənin mətbəxlə aran necədir? Ümumiyyətlə, balıq bizim yeməyimizdir, bizim zonanın yeməyidir. Yəni, bildiyiniz kimi mən Salyanda doğulub böyümüşəm. Gözümüzü açandan biz balıq yemişik. Balıq yeməklərini ümumiyyətlə mən sevirəm və bizim buzdolabında daima balıq yemək olur. Bu bir. İkincisi, mən bütün yeməkləri belə yalandan demirəm də. Yəni, belə sənə yalandan demək olmaz da. Çünki sən hər hansını yeyə bilərsən. Sınamaq ehtimalın var. Mən bütün yeməkləri çox gözəl pişirirəm. Xaşdan tutmuş, aşa qədər. Hamısını pişirirəm. Yəni, pişirə bilmədiyim yemək deyərəm ki, bəlkə belə tək-tək olar. Yoxdur demək olar ki. Hə, demək olar ki, yoxdur. Bir balaca xanımlar adətən xəmir yeməklərində çətinlik çəkirlər də. Yuxa yaymağı, məsəl üçün. Yayıram, problem yoxdur. Hərdən belə yumru-yumru deşirəm. Yox, yayıram. Görürsünüz də. Mən artıq 2-ci sinifdə oxuyurdum. Anamın səhətində problem var idi, əllərində problem yaranmışdı. Mən 2-ci sinifdə oxuyanda artıq xəmir yoğurub çörək pişirdim. Yəni, o vaxtda məcburən yemək pişirmək mənim öyrənmirsən və bu da sənin haradasa belə deyək ki, üstün cəhətidir. Qısaca reklam fasiləmiz var. Reklamlara keçək, sonra yenə burada olacağıq. Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi universal imkanları və peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Siz qastritdən, mədə və 12 barmaq bağırsaq xorası, babasildən və bağırsaq çatından əziyyət çəkirsinizsə, bizim klinikada dəqiq müayinə, təminatlı müalicə oluna bilərsiniz. Yalnız bizim klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv, zondsuz müayinəsi, mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan müalicəsi, uşaqlarda çəki azlığı, zəiflik, zehni və fiziki inkişafdan geri qalma, qurd xəstəliklərinin yüksək səviyyədə müayinəsi və müalicəsi bizim klinikada, Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzində. Uzaklar
Təşəkkür. Bu iki mahnını mütləqdir ki, yazarım. Söylə, Mütləq bəli. söyləməliyəm. Adət ənənəmə sadiq olaraq. Birinci mahnının sözləri əzizimiz, dostumuz Akşin Fatehin idi. Musiqisi Nazim Məmmədov, aranjman Fərid İman. Bu ikinci mahnının sözləri musiqisi Nazim Məmmədov. Aranjman isə Fərid İmandır. Dostlarımıza təşəkkürümü bildirirəm. Və bir mahnımız da qaldı ki, Rəşad Bağırovundur. Onu da musiqisi və aranjman Rəşad Bağırova məxsusdur. Onu da inşallah ki, sonuncu mahnını ifa edəcəm. Mahnının ikisi də maşallah belə deyək də sevgi doluydu. Sözləri filan hamısı sevgi ilə bağlı. Ümumiyyətlə son zamanlar daha çox elə bir üstünlük verirsən sevgidən oxumağa. Yoxsa mənə elə gəlir? Yox, sevgi ümumiyyətlə belə bir mövzudur ki, bütün şairlərin, müğənnilərin, rəssamların, yəni incəsənət aləmində olan insanların müraciət elədiyi, deyərəm ki, bəlkə ilk mövzu sevgidir. Çünki bütün bəşəriyyət sevgi üzərində quruldu. Ona görə də bəli. Mütləqdir sevgidən ifa eləmək lazımdır. Tamaşaçımız var telefon xəttində, qəbul eləyək və fikirlərini eşidək. Hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir olsun. Necəsiz Səidə xanım? Təşəkkür eləyirəm. Siz necəsiz? Kiminlə danışırıq? Hədiyyə xanımdır Göyçayla. Çox gözəl Hədiyyə xanım. Göyçayda da yəqin ki, günəş çıxıb, hava artıq isinib, qəşəng ağaclar çiçəkləyib. Elə gözəldir, elə gözəl. Sizi görmək istəyərdik Göyçayda. İnşallah, uça-uça gələrəm, valla necə deyərlər. Hədiyyə xanım, buyurun, söyləyin, görək hansı insana güvənmək olmaz həyatda? Valla ətrafımda mən elə güvənmədiyim insan çoxdur. Mən əsasda öz atama güvənmirəm. Aha, niyə? Niyə güvənmirsiniz? Nədən güvənmirsiniz? Valla güvənmişəm bir dəfə, nəysə ona etibar eləmişəm, gəlib görmüşəm, yəni o şey o yoxdur da. Güvənsiz insandır. Aha, ondan sonra Ona demişsiniz görə güvən. Çoxdur, güvənmədiyim insanlarım çoxdur. Ətrafımda çoxdur. Amma əsas güvəndiyim insanımdakı qızımdır, bir qızımdır. Aha, nə deyirsinizsə, bağlamışam. nə deyirsinizsə, yəqin ki, anında yerinə yetirir və siz ona rahat güvənirsiniz. Bəli. Aha, təşəkkür eləm Hədiyyə xanım, çox sağ olun. Doğrudan da yəni güvənin itməsi bir insana o nə qədər ki, belə deyək də, ehtimad göstərirsən sən, amma sonradan o puç çıxanda doğrudan da çox pis olur. Necə ki, Hədiyyə xanım söylür ki, mənim öz doğma atama güvənim itib və müsalə bilirəm ki, bu mövzu da sənə belə deyək də, yəni danışa biləcəyi, münasibət bildirəcəyi bir mövzudur. Təbii ki, ümumiyyətlə bizim danışa bilməyəcəyimiz mövzu olsa əgər, yəni biz aparıcı ola bilmərik heç bir zaman. Ümumiyyətlə, bilirsiniz necədir? Güvən, doğrudan da güvən gözəl aldı, amma ailədə Allah eləməsin ki, mən doğmalarıma şükür Allaha ki, güvənirəm. Yəni, hər bir mövzuda, ya istəyir, nə bilim, maddiyyat, puldur, qızıldır, nə bilim, adam var, deyir, evimin açarını verə bilmərəm, maşınımın açarını, belə-belə söhbətlər var. Qaldı ki, belə qıraqdan danışaq ki, mən yalancı insana güvənmirəm. Bir də xəbərçi insana güvənmirəm. Əgər bir insan, misal üçün, biz ikimiz söhbət ediriksə, üzümüzü çevirib, misal üçün, üçüncü adama bu sözü deyiriksə, deməli, o üçüncü adam da dördüncü adama deyəcək, belə, uzanacaq, gedəcək söhbət. Yəni, yalancı insana güvənmirəm. Şükür Allah ki, yəni, həyatımda olan insan da yalancı deyil. Mobil telefonda zəngimiz var, sonra qayıdacaq bir daha. Şamaxıdan zəngimiz var, hər vaxtınız xeyir olsun. Salam xanım. Salam, hər vaxtınız xeyir olsun. Kiminlə danışırıq? Sizinlə danışan xəyallərdir, Müsalə xanım, danışırıq, Şamaxıdan zəng vururam. Aha, lap yaxşı. Salamlayıram sizi. Mən hər birinizi salamlayıram, başqa Müsalə xanım olmaqla. Alo. Buyurun, eşitirik sizi. Mən Müsalə xanımı salamlayıram, qarşıdan 16 günü gəlir, ayın 19-u. Mən ona günü təbrik edirəm, buna can sağlığı, ailə sadət arzulayıram. Hər zaman babası ilə, ailəsi ilə bir yerdə xoşbəxtlik arzulayıram. Onun gözləri heç vaxt qədərlənməsin, yüzündən heç vaxt gülü şəkli olmasın. Amin. O mənim canımda onu həqiqətən çox istəyirəm. Hiss olundu, zəng eləməyinizdən hiss olundu. Mən salamlayıram, həm təbrik edirəm. İnanın bu qədər bir həyəcanlıyam ki, əlim ayaqlaşdır. Yox. Mövzumuzla bağlı buyurun. Onu deyə bilirəm ki, siz indi güvənmə elədir, nə bilim, elə bir hissi ki, insanlara güvənmək, hər adama güvənmək olmur. Mən güvəndiyim bir tək anamdır. Yəni, həyatda yeganə insandır ki, mən ona güvənirəm. Bütün sözümü, dərdimi, problemi bölüşdüyüm insan bir dənə anamdır. Təşəkkür edirəm. Allah canını sağ eləsin.
Salih xanımı da bir daha salamlayıram, ona can sağlığı arzulayıram. Sağ ol canım, sağ ol. Çox sağ olun, təşəkkür edirəm. Təki analarımız hər zaman yaşasın, başımızın üstündə olsun və doğrudan da əgər bir insanın anası varsa, təbii ki, güvənc yeri də, yəni anadan yaxın kimsə ola bilməz. Bəli, mən öz təşəkkürümü bildirmək istəyirəm Xəyalə xanıma. Xəyalə xanım kimi mənim bir çox sevənlərim var ki, şəxsən tanımıram doğrudan da onları, amma sosial şəbəkədən onlar mənim belə deyərlər də. Yəni bu söz biraz belə onu soruşmaq şişirdilmiş istəyirdim ki, çıxmasın. çünki bu Salihən fanatları deyilən bir Bəli, fan səhifələr var. 3-4 dənə Sevil Rəhimlidir Moskvadan. Mənim ilk fanatım İlahədir. İlahi ki, dünyanı dağıdar. Birinci fanat İlahədir. Sonra bu xanımlar da Nərmindir, Xəyalədir. Xəyalənin təsadüfən Niaqarada bizim qohumumuzun ad günüydü. Getmişdik ora. Gördüm ki, bir xanım yaxınlaşdı ki, mən sizin fanatım Xəyalə. Mən onu da gördüm, onu orada ailəsi ilə birlikdə. Onun da deyəsən, ya özünün ad günüydü, ya məncə özünün ad günüydü. Anasını da salamlayıram buradan. Bütün ailə bir şəkildə əyləşmişlər. Bu qızlar mənim sosial şəbəkədən olan fanatlarımdır. Aha, lap yaxşı. Allah hər zaman bol eləsin. Amma yəni qabaqçıdan mən heç bilmirdim ki, sizin verişinizə telefon zəngi olur. Yadımdan çıxmışdı. Bilsəydim, hamısına nömrəni verərdim. Çox zəng olur. Ürəyi istəyən bax bu cür zəng eləyir. Çünki bizim neçə aydır verişimiz gedir. Xəyalə ilk dəfə idi zəng eləyirdi bizim efirə. Yox, mən... Yəni ona görə həftədə bir dəfə səni çağıracaq. Nazim demiş, mənim qonlarım. Və hörmətli tamaşaçılar, bir daha verilişimizin sponsoru olan Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi haqqında sizə məlumat vermək istəyirəm. Uşaqlarınıza yüksək səviyyədə müalicə və müayinə təklif eləyir bu klinika. Uşaqlarda zəiflik, zehni və fiziki inkişafdan geri qalma, sidik saxlamamaq, ağciyər, mədə-bağırsaq və qurd xəstəliklərinin yüksək səviyyədə müayinə və müalicəsi aparılır burada. Hörmətli tamaşaçılar, uşaqlarda mədə-bağırsaq sisteminin də zonsuz yoxlanılması məhz Dr. Davud Tibb Mərkəzində həyata keçirilir. Nəzərinizə çatdırım ki, körpə uşaqlarda transkriniyal neyrosonografiya, neyromiografiya, yəni eşitmə və görmə qıcıq potensiallarının, beynin kognitivi, kəllə-daxil təzyiqin dəqiq ölçülməsi və digər uşaqlarla bağlı ümumiyyətlə hansı xəstəliklər varsa, siz çox rahat bir şəkildə Dr. Davud Tibb Mərkəzinə müraciət eləyə bilərsiniz. Əlaqə nömrələrini görürsünüz. Çox profilli klinikadır. Ona görə də özünüzü tam arxain bir şəkildə etibar eləyə bilərsiniz. Dr. Davud başda olmaqla bütün həkim personalına və bizim usta vəziyyət necədir? Vəziyyət Əladır. Balığımız bişir, salatımız da artıq demək olar ki, hazırdır. Tamamlanma üzrədir. Biraz dekor zat eləyim. Biraz bəzək-düzək işi verəcək usta. Deməli, toyuğun döşəti istifadə olundu. Kök istifadə olundu. Qaysı qurusu istifadə olundu. Şüyüd, qoz dediniz. Yox, qozu demədim. Gözdən kök. Kök, qoz, toyuq əti, bəli. Şüyüd. Qəşəng maraqlı da görünüşü var. Dadı da ümid edirəm ki, yaxşı olacaq. Çünki mehman tutan hazırladığı təamların heç biri dadsız ola bilməz. Və hörmətli tamaşaçılar, növbəti tamaşaçımıza da alo söyləmək istəyirəm. Hər vaxtınız xeyir olsun. Maşallah, maşallah. Xeyir olsun, Səydə xanım, necəsiz? Təşəkkür, siz necəsiz? Yaxşıyam. Kiminlə danışırıq? Pərvanədir, qonaqlarınızı da salamlayıram. Hər vaxtınız xeyir. Biz də sizi salamlayırıq. Televizorun səsini çox xahiş edirəm, Pərvanə, tam al. Çünki bizi telefonun dəstəyindən yaxşıca eşidəcəksən. Başın var olsun və buyur, münasibətini bildir bizim bugünkü mövzumuza. Hansı insana güvənmək olmaz? Etibarsız insana güvənmək olmaz. Etibarsız insanlar da çoxdur. Elə adama güvənmək lazımdır ki, etibarlı olsun. O etibarı yoxlamaq üçün də müəyyən qədər vaxt tələb olunur insandan. Əlbəttə ki. Mən güvəndiyim ailəmdir. Başqa yaxın ətrafında olan, bilmirəm, rəfiqəndir, dostundur, heç birinə güvənin yoxdurmu, yoxsa ümumiyyətlə heç rəfiqən yoxdur? Rəfiqə mənim anamdır, bir də bacılarım. Mən onlara güvənirəm, bir də atama, ailəmə güvənirəm. Təşəkkür edirəm sizə. Siz sağ olun, biz də sizə təşəkkür edirik zənginiz üçün və Mehman usta, görək siz necə, babayaqlarım, mən danışanda söylədim ki, belə deyək də, hərdən görək Mehman usta o balığın yaxşı olmasına güvənir. Mehman usta öz işinə güvənəcək yəqin ki. Güvənməsə amma balığı gətirməzdi. Gəlin görək, amma güvənir kiməsə belə deyək də, öz bıçağını, çəngəlini verirmi Mehman usta? Əsas məsələ odur. Balığı yaxşı başa salmışım. Öz işin yaxşı bilir. Ki, yaxşı olmalıdır, hə? Əlbəttə ki. Bax, mənim üzümü qara eləsən, ay balıq. Sonra və salam, bizim sənin dostluğumuz pozulacaq demək olar ki.
Mehman usta, Bəli. ümumiyyətlə aşpazlar, filanlar heç zaman kiməsə etibar eləmirlər. Nə mənada yemək hazırlamaq baxımından ola bilsiniz, sizin belə deyək də şagirdləriniz var, öyrədirsiniz, müəyyən şeylər deyərsiniz. Amma belə deyək də müəyyən bir sınaqdan çıxandan sonra hər rahat deyə bilərsiniz ki, filan yeməyi sən hazırlayacaqsan. Elə olur ki, bilirsiniz necədir, məcbur oluram güvənim. Mənim işim belədir. Məsəl üçün, necə deyəm, mən çəkilişlərdə oluram, kiməsə öz hələlik ki, işimi kiməsə deyirəm, yenə də ürəyim qalır orada. Qalır orada, bəli. Deyirəm ki, nətər olacaq, necə olacaq. Ona görə də həmişə belə güvənməli insanlar çoxdur. Qısaca reklam fasiləsinə keçid alaq, ondan sonra yenə də söhbətimizi davam etdirəcək, hörmətli tamaşaçılar. Azərbaycanın ilk özəl klinikası Doktor Davud Tibb Mərkəzi universal imkanları və peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Siz qastritdən, mədə və 12 barmaq bağırsaq xorası, babasildən və bağırsaq çatından əziyyət çəkirsinizsə, bizim klinikada dəqiq müayinə, təminatlı müalicə oluna bilərsiniz. Yalnız bizim klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv, zondsuz müayinəsi, mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan müalicəsi, uşaqlarda çəki azlığı, zəiflik, zehni və fiziki inkişafdan geri qalma, qurd xəstəliklərinin yüksək səviyyədə müayinəsi və müalicəsi bizim klinikada, Azərbaycanın ilk özəl klinikası Doktor Davud Tibb Mərkəzində. Bərabərliyimiz davam edir, hörmətli tamaşaçılar. Bir daha sizin hər birinizə bugünkü mövzumu xatırlatmaq istəyirəm. Görüm sizin fikrinizcə. Hansı insana güvənmək olmaz? 510-38-06 sayılı telefonumuza zəng vura bilərsiniz. Mehman usta reklam arası verməklə başlayacaqsınız söhbətə. Müsaid edir ki, yox, özüm danışacağım çünki çox az danışmışam. Danış, nə istəyirsən danış. Buyur, eşidirik səni. Yetər ki, bizə razı gedəsən. Hə, bax, narazı getməyim çox pis olar. Ona görə ki... İndi görək, məsəl üçün sənin üçün, sən söylədin ki, bayaq sevdiyin insana güvənirsən, yaxın ətrafına güvənirsən. Amma ola bilsin ki, zaman olub ki, güvəndiyin insan olub, müəyyən, yəni yaxın ətrafında olan təbii ki, rəfiqələrin, İndi duraq burada efir xatirinə yalandan deyək ki, nə bilim, bizim həyatımızda, mənim həyatımda hamı elə güvənli olub, ay heç vaxt deyil. Nə danışırsan? Evimdə çörək verdiyim insan üzümü çevirmişəm bu yana, arxamca danışım. Hansı ki, mən ona əlimi uzatmışam, bataqlıqdan çıxartmışam. Nə bilim, borclarını ödəmişəm, nə bilim, hər işlə təmin eləmişəm, evimdə saxlamışam, çörək vermişəm, üzümü çevirmişəm bu yana ki, yaxşımı qoyur, pisimi danışır. O qədər nankör insanlar var ki, amma qurban olma Allaha, yaxşı ki, haqqını haqqa verməyən Allah var ki, yəni həyatda hər kəs öz elədiyi əməlin cavabını alır. Yaxşılığın da, pisliyin də. Müəyyən müddətdə o, belə deyək də, bizim güvənimizi itirən insanlar var. Yəqin ki, biz insanı yaxşı tanımamağımızdan yarandı ki, ona etibar elədik, güvəndik. Yox, yaxşı tanımamaq deyil. Bilirsiniz necədir? Deyirlər ki, belə bir atalar söz var, deyir, sən xain, mən arxain. Belə bir söz var. Hər kəsi hamı özü kimi bilir. Əgər mən düzəmsə, elə bilirəm hamı yaxşıdır, hamı düzdür. Mən çörək itirən deyiləmsə, elə bilirəm hamı elədir. Yaxşılıq qananamsa, elə bilirəm elə. Mən deyiliyim. Mən, məsəl üçün, mənə olmayan yaxşılığı bilirəm. Qoy mən deyilim, Allah bugün bunu mənə verib, mən də bir insana kömək eləyim. Və kömək eləyirəm, axırda görəm ki, bu, belə bir söz var, deyir, qızıl balıq mənim nökərim olsun. Axırda belə bir, o cizgi filmi var, nağıl. Qızıl balıq qazandı. Qızıl balıq da olur qazandı, yəni ki, vəziyyət aqibəti sonda bilinəcək. Və axırda belə olur, bəli. Özümüz kimi bilirik, hər kəsə ondan sonra da... Artıq mən özüm-özümə söz vermişəm ki,
Daha belə heç kəslə nə işim Amma var. o qəlbi təmiz insanlar, sən deyirsən özümüz kimi bilir. Onlar sözlərini də tuta bilmirlər axı, məsələ burası. Elə onda da bir gəlib yanında biraz deyən kimi ki, vay mənim problemim, nə bilim, nə oldu. Yenə də artıq ürəyin yumşalır və başlayırsan təbii ki, kömək eləməyə. İndi biz qalmışdıq o çömçə məsələsində, usta. Görək, o çömçəni etibar eləmişsiniz, yarı ürəyiniz qalıb orada və bir vaxt olub ki, bəli, çömçəni də oradan da etibar eləmişsiniz, qazanı ki, məsələn, vacib bir işim var, gedəsiyəm və yaxud da ki, başqa bir tədbir yola verməliyəm, ay filan kəs, filan işi sən gör. Yanımda olmuşsan müəyyən müddət və gəlmişsiniz ki, ya yemək yanıb, ya daşıb, bilməm. Çox başıma gəlib, elə də olub ki, həmin yeməyi tullamışam, təzəsini hazırlamışam. Çünki bunu verib söz almaqdansa əziyyətini çəkmək yaxşı olur. Ümumiyyətlə, hər iş elədir, təkcə, məsəl üçün, çömçə deyil, hər bir barədə. Məsəl üçün, saat 12-yə 5 dəqiqə qalmış, mən sizə zəng vurub deyərdim ki, Səidə xanım, verilişə gələ bilməyəcəm, problemim çıxıb. Mən güvənsiz sayılıram, yəni belə bir şey də olur. Keçən verilişdə bir 2 dəqiqə gecikmişdim, yığdım sizi, cavab olmadı. Dedim, yəqin çəkilişdəsiz, haradasızsa, çünki yolda qaza baş vermişdi. Ona görə də bu gün də həmin vaxtda çıxmışdım. Saat 10 dəqiqə işləmiş buradaydım. Amma keçən dəfə həddindən artıq çox tıxacıdır. Bir saatdan çox elə demək olar ki, tıxacıda qalmışdım. Ona görə də biz sizə güvənliyə etibar edirik. Mehman Ustaya deyirəm ki, daha həftənin ikinci günləri sizə zəng vurmayacam. Bilirsiniz ki, hər həftənin ikinci günü siz efirimizdə, amma yenə də birinci gün ürəyim dözmür. Axı, birdən indi insandır da, yadından çıxar, deyilmi? Yəni, o qədər bir də görürüz, başımız qarşılıq olur ki, heç bilmirik ki, kimə nə söz vermişdik və yadımızdan çıxdı getdi. Ona görə də birinci gündə mütləq xatırladıram ki, usta sabah sizsiz deyir, hə, heç yadımdan çıxmayıb. Və hörmətli tamaşaçılar, bizim də yadımızdan çıxmayan sponsorumuz var, hansı ki, Azərbaycanın ilk özəl klinikası Doktor Davud Tibb Mərkəzidir və sizin nəzərinizə çatdırım ki, hörmətli tamaşaçılar, əgər siz haymaritdən, frontit, sinusit və etmoiditdən əziyyət çəkirsinizsə, o zaman çox arxain bir şəkildə Doktor Davud klinikasına müraciət eləyə bilərsiniz. Sizi bu xəstəlikdən təbii hazırlanmış dərman vasitəsilə 1-2 gün ərzində Davud həkim azad eləyəcək. Belə deyək ki, nəticəyə də tam zəmanət verilir. Çünki bir çox insanlar var ki, haymaritdən əziyyət çəkirlər. Ona görə də çalışın ki, çox tez bir zamanda xəstəlikdən yaxa qurtarsın. Ümumiyyətlə, nə qədər xəstə isə, o qədər həvəsimiz olmayacaq işə, o qədər, belə deyək də, pis fikirlər düşünəcək. Ona görə də çalışın ki, hər zaman canını sağlam olsun və bizim artıq yeməyimiz hazırdır usta. Bəli. Ay maşallah və bizim ustamız artıq yeməyimizi çəkir, necə deyərlər. Servis edin bunu da. Gəlin biz bunu elə qoyaq ki, bizim belə deyək də, Kamran, bəli, bunu çəkə bilsin, tamaşaçılara göstərə bilsin. Çünki servis eləməkdən də nəsə öyrənirik də, biz həmişə şərt bişirməyi öyrətmək deyil ki. Bunu belə çəkirəm ki, pomidor əzilməsin. Elə adam var ki, bəlkə pomidor xoşlamır. Tək göyərti ilə yiyəcək. Pomidor xoşlayan götürər, özü çəngəl vasitəsilə əzib, göyərtiyə qata bilər. Elə qəşəng qoxu gəlir ki, tərifləmirəm, olanı deyirəm, tərifləmir, olanı deyirəm. Peki, gələsən bura, misali, gördün darıxdım. Acından ölürəm, gəlsəm yiyəcəm. Müsadə xanım, yer adına bax. Toy şənliklərində oluruq, mən onun üçün çoxlu yeməklər hazırlayıram. İnan ki, söylür diyeti daya Mehman. Yox, bir restoran var idi ki, Meridiandan əvvəl Mehman orada çalışırdı. Bir dəfə toya getmişdim, gördüm belə xüsusi yemək gəldi. Ay bala, bu nədir, nədir? Dedilər ki, Mehman göndərib. Mehman da başını çıxartdı, belə qapıda salam elədi belə. Biz onu çox istəyirik, həddindən artıq. Show biznes əhlinə həmişə diqqət yetirirəm. Ümumiyyətlə, əvvəl Mehman harada işləyirdisə, mən ailəvi şəkildə ora gedirdim mütləq. Çünki Mehman doğrudan başqa aləmdir də. Bu da yaxşıdır, əladır. Bəh. Bəlkə çəkək eləsən, canlı dadına baxasan. Sən də göy qutab Sən də göy qutab yemirsən. Necə olur, Mehman usta göy qutab pişirirsən, göy qutabı yiyirsən. Bizdə də evdə bu yemək işləri əladır, yəni. O qədər bir deyirlər arıqla, bir də səhər durub görürəm ki, nə qəşəng yemək. Yeməklər hazır, necə arıqlayasan. Səidə xanım, fikir verirsiniz, burada bir cüzi belə suyu qaldı. Onu da belə yaxşı. Sos. Bəli. Ən dadlı yeri həmişə qazanın dibi olur da, hörmətli tamaşaçılar. Dibini də üzə çəkdim ki, qoy
Göyərtilər də qaydasındadır. Yaxşıca. Deməli, göyərtilər nədən istifadə elədik? Bir daha xatırladın, zəhmət olmasa. Burada keşnişdir, şüyüddür, dağ keşnişidir, şomudur, turşəngdir. Sonra nə idi? Hə, vəssalam. Cəfəri nanə. Aha, cəfəri nanə. Deməli, birinci biz nə edirik? Balığı azacıq qızardırıq başqa tavada. Yoxsa usta? Bəli. Birinci balığı qızardırıq, yüngül var. Sonra deməli qazanın dibinə biraz göy səpirik. Üzərinə balıqları əlavə edirik. Göyərti ilə tam bağlayırıq. Pomidorları yığırıq üzərinə. Və vamotda duz istiot vurulur göyərtisinə görə. Vamotda yavaş-yavaş bişirilir. Bu balıqlarındakı dadından doymaq olmur. Çox dadlı balıq gətirib Mehman usta bugün sizə. Mən bu arada fürsətdən istifadə edib təbii ki, geyimimə görə təşəkkür eləmək istəyirəm kimə? Artıq bir neçə aydır mənimlə bərabər olan Kasaba Qadın Geyimləri mağazasına hörmətli tamaşaçılar çox gözəl geyimlər gətirilib. Təzəlikçən ora Türkiyədə hazırlanan ən gözəl geyimlər, son model geyimlər birinci olaraq Kasabaya gətirilir. Odur ki, siz də gedin hörmətli xanımlarımız, istəyir klassik geyimlər, istəyir gündəlik həyat üçün geyimlər, istəyir ziyafət paltarları, nə istəsəz Kasabadan əldə edə bilərsiniz. Kasaba Gold, Kasaba Butik və Kasabanın digər mağazalarda sizin ixtiyarınızdadır. Yetər ki, Binə Ticarət Mərkəzinə baş çəkəsiniz və bir neçə yerində görəcəksiniz ki, Kasaba mağazalar qapılarını taybatay sizin üzünüzə açıb, gözəl xanımlarımız Kasabadan geyinib, bir qədər də gözəl olun. Və mən bu arada təbii ki, təşəkkür edəcəm bizim gözəl xanımımız Vüsalə xanıma. 30 saniyə vaxtımız qal, fürsətdən istifadə edib təşəkkür edirəm. Bəli, gəldiyinə görə və belə deyək də bizimlə həmsöhbət olduğuna görə Park Meridianın rəhbərliyinə təşəkkür eləyirəm. Mehman usta, sizə çox sağ ol deyirəm ki, yenə də bizimlə bərabər oldu. Sonda isə xüsusi təşəkkürlərimiz hər birimizin gələcək tamaşaçılarımıza bizi izlədiklərinə görə. Sabah da sizinlə bərabər olacaq. Odur ki, mütləq nahardan əvvəli izləyin və əgər belə deyək, qısaca vaxtımız varsa sonda fikirlərini alaq. Var. Təşəkkürümü bildirəm mən də sizə. Verilişiniz inşallah ki, uzun ömürlü olsun və mən Rəşad Bağırovdan növbəti mahnı səsləndirməmişdən öncə istəyirəm ki, stilistim, vizajistim Sabirə öz təşəkkürümü bildirim. Bu arada Sabir də bizim lider kanalda çəkilişə gəlib. Yavaş-yavaş o da ulduzdaşır. İmkan vermədin son. Tutaram səni, quş olsam əlimdən uça bilmərsən, bir dəmir qəfəsə ataram səni. Nə qədər sevgim var, qaça bilmərsən, məhəbbət toruyla tutaram səni.
qaça bilmərsən, məhəbbət oruyla tutaram səni. Quş olsam əlimdən uça bilmərsən, bir dəmir qəfəsə ataram səni. Nə qədər sevgim var qaça bilmərsən, məhəbbət oruyla tutaram səni.